Salamlayıram hər birinizi və ümid edirəm ki, çox yaxşısınız. Bugünkü mövzumuz evlənəcəyiniz şəxs necə bir insandır, kimdir, əlamətləri nədir, onu necə tanıyacaqsınız ümumiyyətlə bu haqda olacaq. Və bütün bu baxıma keçməzdən öncə qeyd edim ki, tarot dərslərimizə çox az qaldı başlamasına. Kimlər tarot öyrənmək istəyir, öz tarotuna baxmaq, eyni zamanda tarot təlimçisi olmaq, tarotun sirlərinə yiyələnmək, əlaqə saxlaya bilər və ayın 10-una qədər bütün seanslar üçün endirim var. 8 Marta görə ayın 10-una qədər hələ ki 3 gün tam olaraq vaxtınız var və yararlanın əzizlərim. Önümüzdə 3 dəstə var. Birinci dəstəni seçənlər, baxın, belə bir dəstədir birinci dəstəmiz. Adı Orman tarot dəstəsidir, meşədir. Digəri Witch tarot dəstəsidir. Üçüncü isə klassik tarot dəstəsidir. Və evlənəcəyim şəxs necə biridir? Əlamətləri nədir? Xüsusiyyətləri nədir? Necə bir insan, necə tanış olacağıq? Hamısı burada. Təbii ki, bu özel açılım deyil. Özel açılım istəyirsinizsə, sizin evlənəcəyiniz insan, sizin evlənəcəyiniz şəxsin necə biri olduğunu bilmək istəyirsinizsə, o zaman şəxsidə əlaqə saxlayın. Tam olaraq %100 dörd dörtlük bilək ki, kimdir? Bu isə ümumi bir açılımdır. Hər kəsə uyğun gəlməyə bilər və yaxud da burada deyilən hər şey sizin həyat yoldaşınıza, gələcək həyat yoldaşınıza uyğun olmaya bilər. Ona görə də bunu nəzərə alın. Gəlirəm birinci dəstəyə və niyyət edirəm hər birinizə. Video sadəcə mənim abunəçilərim üçün keçərlidir. Çünki hər zaman alma-vermə dəngəsi çox önəmlidir. Bunu öyrənin. Çünki bunu öyrənmədiyiniz halda borclana bilirsiniz. Borc enerjisinə girirsiniz və biz niyə borclarımız bitmir, niyə döngüdən çıxa bilmirik, kredit kartlarını niyə bağlaya bilmirik, bu haqda mən Telegram kanalında danışmışam. Çox geniş bir məlumat vermişəm və bundan çıxmaq üçün də texnika paylaşmışam. Kim istəsə qoşula bilər, dinləyə bilər, sadə bir texnika ilə borclarınızdan qurtula bilərsə, çox önəmli bir texnikadır. Birinci dəstəyə niyyət edən hər kəsin niyyətinə mən də odaqlanıram və kartları düzəltmək istəyirəm. Baxaq görək necə bir insanla evlənəcəksiniz. Niyyət edirəm evlənəcəyiniz şəxsin enerjisini. Onun haqqında bizə məlumat versin. Geniş bir açılım eləyəcəm. Geniş bir açılım olacaq. Yəni geniş kartlar çəkəcəm burada. Necə bir insandır? Birinci dəstəni seçənlərin qismətindəki insan hər şeyini mənə göstər. Əzizlərim, birinci dəstəni seçənlər. Birinci dəstəni seçənlərin sevdiyi insan, dolça əkiz tərəzi daha çox. Kartlarında əqrəb var burada. Daha sonra bəzilərinizdə buğa, amma daha çox mən burada dolça əkiz tərəzini görürəm. Daha çox mən bu enerjini hiss edirəm. Sadəcə burada 2 kartımız var, xərçənglə balıq var. Amma niyə görə mən bunu deyirəm? İndi sizə hər şeyi izah eləyəcəm. İlk öncə onu deyim ki, bu insan küsəyən bir insandır. Heç sevmədiyimiz olardı. Amma bu insan biraz tez hər şeyi marağını itirən, yeniliklər axtaran bir xarakterdədir. Yəni, rahat bir şəkildə hər şeyi tərk edə bilən, geridə buraxa bilən, sizdən öncə də bir münasibəti, böyük bir münasibətini geridə qoymuş bir insan ola bilər. Bu insan evlilikdə və yaxud da ki, nişan və yaxud belə çox ciddi bir şeyi geridə buraxmış bir insan ola bilər. Qorxuları olan bir insandır. Niyə tərk edir? Çünki itirmə qorxusu və sevmə qorxusu var, bağlanma qorxusu var. Ona görə də bu insan, belə deyək də, özü istəmədən artıq şüuraltısı o qədər buna öyrə qorxu içərisindədir ki, anidən, sevərəkdən böyük ayrılıqlar yaşadıb özünü. Və çox sərt bir şəkildə böyük mübarizə və mübahisələrlə evliliyini və ya sevgi həyatını bitirmiş insan ola bilər.
Bəzilərinizdə belə bir şey var. Bu adamla 6 zaman içərisində siz ayrılmısınız və bir-birinizdən sevərək uzaqlaşmısınız. Bəlkə də ilk uzaqlaşmada bunun bu qədər böyük ayrılıq olduğunu bilmirdiniz. Amma sonradan çox aranızda mübahisə, böyük bir bitiş yaradan hadisə baş verib. Və bütün bu bitiş yaradan hadisədən sonra hal-hazırda susqunluq var. Bitmiş bir ilişki var. Əgər siz bura baxırsınızsa, elə bir insan var ki, siz onunla nişanlı olmusunuz, evli olmusunuz və ayrılmısınız. Elə bir insan var ki, siz onunla məsafəcə uzaqdasınız. Amma hər şey dağılıbdır. Bu insan yenidən sizin həyatınıza gələ bilər. Çünki burada enerji olaraq bir dəfə böyük çöküş və bitiş yaşayan insanların enerjisidir. Yəni bu enerjidir. Bu insan sizi tamamlamaq üçün yenidən addım ata bilər. Məsələ burasındadır ki, burada məsələ nədir əzizlərim? Qarşı tərəf olduqca bilirsiniz necə? Məsələn, bəzi insanlar var ki, xanımlar və bəylər fərq yoxdur. Bir problem çıxır qarşısına. Deyir, mən bu problemi həll eləyərəm. Bu mənə aid olan bir problemdir, mənim işimdir, mənim problemimdir, həll eləyərəm. Bəzi insanlar isə belə deyir, mən neyniyim ki burada? Mən neyniyə bilərəm? Mənim heç bir çıxış yolum yoxdur, yol tapa bilmirəm. Buradakı qarşı tərəf şəxs biraz bu şəkildə davranan bilən bir insandır. Yəni, mən eləyə bilmirəm, mən bacarmıram, əlim qolum bağlıdır. Biraz hadisələri həddən artıq abardan biridir. Və dediyim kimi, əgər belə bir hadisələr olmayıbsa, ayrılıq yaşadığınız biri yoxdursa, belə bir hadisəni, belə bir bu olayları atlatıb, yəni keçmişdə buraxıb gəlmiş bir insan olacaq sizinlə. Əgər yox, sizin özünüzün həyatınızda belə bir hadisə olubsa, bu insanın yenidən geri qayıdışı var sizə. Və burada ölüm və kule kartı. Bu insan böyük dəyişikliklər keçib, böyük transformasiyalar keçib, böyük yıxışlar və böyük sonlanmalar yaşayıb öz həyatı ilə bağlı. Və hər şeyi belə deyək də, bəzi insanlar var, onların bu əqrəblərə xas olan bir şey, bitirməz, sıfırdan yenidən başlama enerjisi var. Bu insanın hər şeyi sıfırlayıb yenidən başlatma enerjisi var. Gözəl olan hər şeyi bitirə bilər. Dağıdıcı bir enerjisi var. Biraz dağıdıcı enerjide bir insanda. Dağıdır yəni, var olan hər şeyini. Biraz qorxularına görə dağıdır. Biraz simiciliyi var. Nə mənada simiciliyi var? Hisslərində simiciliyi var. Tutur əlindəkini çox möhkəm sıxması var. Boğması var. Sanki bir şeyler əlindən qaçacaq qorxusu ilə münasibətə yanaşması var. Yaxşı, bu insan sizin həyatınıza nə zaman, necə gələcək? Baxaq, hamısı hər şeyi soruşaq əzizlərim. Amma mən nəyəsə görə çox hiss eləyirəm ki, bu adamı siz tanıyırsınız zaten. Çünki yeni birinin enerjisindənsə daha çox köhnədən birinin enerjisini verir. Kupaltığımız da gəldi. Deməli, nə məsələdir burada əzizlərim? Bu adamla çox belə çətin bir bitiş yaşanır və artıq elə bir bitiş ki, deyirsiniz ki, yox, bundan da heç nə olası deyil. Heyf mənim əziyyətimdən, heyf mənim çəkdiyim vaxtdan və s. Və danışırsınız bu insan haqqında. Ortaq tanışlarınız var, bəlkə də həmin insanla sizin ortaq tanışlarınız var, ortaq bildiyiniz, gördüyünüz insanlar var. Danışırsınız, o insan sizin haqqınızda məlumat alır, siz onunla məlumat alırsınız. Amma bir şəkildə yəni siz artıq başa düşürsünüz ki, yox, sizdə olmayacaq. Niyə görə? Burada egosal mübahisələr də var. Çünki deyir ki, bir-birinizi dinləməmə, eyni anda hər iki insanın özünü haqlı hesab eləməsi durumları var. Və bu insan ama, yenə bayaq da dedim, çox belə bir enerji sahibdir. Qırıcı və dağıdıcı. Heç nəyi gözü görməyən bir enerji sahibdir. Yəni ki, bəzən ağlına nə qoydusa onu eləyəcək bir insandır. Ona görə də bu insanın sizə addım attığını da görürəm. Burada sevgi var. Əslində burada mən istək görürəm. Kupa 5, kupa 6'sı, kupa 2'si və s. Burada xanımlar, bu videoya baxan xanımlar, həyatınızda ani bir talih dönüşümlər olacaq. Çox gözəl bir dönəmə keçid eləyəcəksiniz. Sanki talih üzünüzə güləcək. Yəni çarx sizin üçün dönəcək. Belə bir enerjidə sizin üçün gözləniləndir. Və burada deyir ki, sizin bu insanla üzbəüz gəlişiniz və gözlənilməyən bir barışığınız olacaq. Sadəcə bu insan soyuq enerjide bir insandır. Siz məsələn üçün daha ilımlı, daha
harmoniya dolu, daha qadınsı bir insansınız. Amma bu insan elə deyil. Bu insan daha soyuq, daha çəkingən, daha dəyişkən, daha yeni bir başlanğıc istəyəcək sizdən. Bu dəfə gəl, təzədən başlayaq, təzədən yenilənək deyəcək. Yəni mən burada daha çox eksin geri qayıdışının, eksin geri dönüşünü görürəm çünki. Və bu insan deyəcək ki, okey, mən keçmişdə çox şeylərdən qorxdum, geri çəkildim, əlim qolum bağlı idi dedim və s. Amma indi davalar da geridə qaldı, bitişdə geridə qaldı. Mənim indi heç nə vecimə deyil. Hər şeyi, hər kəsi və hər şeyi gözə alaraq gələ bilərəm. Və bu insan, baxın, savaş arabasının atın üzərində qaçaraq, çaparaq gəlir. Və kupa altılısı deyir ki, böyük özləmlə gəlir, böyük sevgi ilə gəlir, böyük belə deyək də, romantika ilə gəlir və sizin aranızda bir görüş olacaq. Bəzilərdə altılı, bəzilərində yeddili, bəziləri isə 10-lu tarixlərdə sizin aranızda danışıqlar olacaq və sosial şəbəkə üzərindən ola bilər, yəni hər hansı bir yollarla siz ilk öncə danışacaqsınız, sonra isə görüşəcəksiniz. Yaxşı, onda belə bir sual verək. Səni qəbul elədi mənim bu çiçəyim. Baxın, siz buradasınız, baxın çiçəyimsiz. Bu bəyəfəndi sizin yanınıza gəldi, amma siz ona tərəf baxmırsınız hələ ki. Siz öz işinizə məşğulsunuz, çünki çox şanslısınız, çox gözəlsiniz. Hətta bəziləriniz ola bilər ki, həmin an sizin başqasından xoşunuz gələn ərəfədə ola bilər. Yəni siz onda belə yalnız, mutsuz falan da deyilsiniz. Çox da yaxşısınız, öz yolunuza baxırsınız, irəliləyirsiniz özünüz üçün. Sən bəyəfəndi, sən bu xanımın yanına gəlib onu xoşbəxt eləyəcəksənsə, biz sənə şans verək. Bu dəfə bu münasibət xeyirli, uğurlu və daimi olacaqmı? Baxaq, bir soruşaq. Xeyirli, uğurlu və daimi olacaqmı? Duyğusallıq aşırı çoxdur. Dediyim kimi, xərçəng elə balıq enerjisində. Siz ola bilərsiniz, qarşı tərəfdə ola bilər. Burada xanım olan tərəf çox üzülüb. Deyir, elə şeylər eləmirsən ki, mən onu bağışlaya bilmirəm, uda bilmirəm, qəbul eləyə bilmirəm. Artıq inana bilmirəm ki, nəsə bizim aramızda düzələ bilər. Çox maraqlıdır. Mənim deyir, sənə ehtiyacım yoxdur, xanımlar deyir. Çünki mən o qədər gözələm ki, mənə o qədər çox insan sevir ki, mən o qədər özümə güvənliyəm ki, imperatriça kartı gəldi. Dişil enerjisi, qadın enerjisi o qədər yüksəkdir ki, birinci dəstəni seçəndən. Deyir, mənim ehtiyacım yoxdur belə əzab çəkməyə, özümə əzab verməyə. Zaten sevildiyimin fərqindəyəm, zaten özümün fərqindəyəm, zaten dəyərimin fərqindəyəm. Və qarşı tərəf deyir ki, yox, mən sənin üçün ev alaram, yuva olaram, yuva eləyərəm sənin üçün, ev düzəldərik, evimiz olar, mən səndən vaz keçmirəm, üzgünəm, kədərliyəm, sən olmadan məndə heç nə alınmırdı və bu qaqaş, bu insan deyir ki, yox, mən sənə aşiqəm və səni qəlbinə əldə eləyəcəm, səni də heç nədən peşman eləməyəcəm. Çox maraqlıdır. Və belə deyək də, qəlb qırıqlıqlarını sağaldacam. Gəl mənə yeni bir şans ver enerjisində. Yəni, mən hələ ki, biraz bu insanın zaman çox rahat, necə, əldə elədim, çox rahatam enerjisində oldu. Bu insanla barışa bilərsiniz əzizlərim, amma hər zaman bunu bir tık narahat saxlamalısınız. Yəni, burada belə bir enerji var. Mən görsəm ki, sən tam olaraq da mən istədiyim kimisən, yəni mənə inandın, sevdin, okey, o zaman mən səni yenə incidə bilərəm. Amma belə ümumilikdə böyük bir sarsıntı, enerji yoxdur. Bax, belə, yəni böyük bir ayrılıq, böyük bir pis bir şey görsənmədi. Siz yenə də bilirsiniz, nə etmək lazımdır. Gəlirəm ikinci dəstəyə. İkinci buydu deyəsən, Neyse, bilmirəm, yadımdan çıxdı ikinci buydu, yoxsa oydu. Sizin də özünüzü baxanda bilin də bu iki seçənlər kimlər idisə. Evlənəcəyiniz şəxsə niyyət edirəm. Necə bir insanla evlənəcəksiniz, necə bir insan qismətinizdir, necə bir insan taleyinizdədir. Onunla rastlaşıb evlənmək şansınız çoxdur. Necə bir insandır? Baxaq. Tərs gəldi kartımız. Eybi yoxdur. Neyse, bugün yeniliklərdən daha çox
hisslərimiz, keçmişdə olanlar, keçmişdən qalanlar daha çoxdur. Hə. Deməli, burada necə bir məsələdir? Bu insan Oğlaq Buğa qız bürclərində ola bilər. Daha çox torpaq enerjisini daşıyan bir insanlar var burada. Amma eyni zamanda Qoç xatalılar da var, Dolçak tərəzilər də var. Amma torpağın enerjisini daha çox hiss eləyirəm buradan. Görək necə olacaq. Deməli, əzizlərim, ilk öncə onu deyim ki, bu insan ilklərdə çox beyni qarışıq deyirlər, nə istədiyini bilməyən, biraz xəyal aləmində get-gəldə bir insan olub. Yəni, evlilik məsələsinə istiqanlı baxıb. Yəni, bu insan evliliyi sevən, evliliyi bəyənən, evliliyi dəstəkləyən bir insandır. Yəni, evlilikdə, düzdür, evliliyi nə dərəcədə doğru, nə qədər yanlışlı qərarsızlıqları olsa da, ailə, yuva mövzuları onun üçün çox önəmlidir. Ailə olmaq, nələrsə almaq, ailəsinə pul xərcləmək, ailəsi ilə vaxt keçirmək bu insan üçün çox önəmlidir. Bu insan ola bilər ki, cəsarət dediyi şeylər var da, məsələn, bəzi insanlar deyir, mən beləyəm, eləyəm, qəlb qırıcı ola bilər. Hal-hazırda danışıqlarınız ümumiyyətlə yoxdur, bəlkə də, amma bu insan da yenə deyirəm, yenə də tanıdığınız bir insan kimi gəlir, düşür burada. Bu insana sizə bəlkə hədiyyə gəlib, bəlkə bir evlilik təklifi olub, evlilik haqqında danışmışsınız, amma hal-hazırda bir-birinizi əngəlləmiş ola bilərsiniz. Yəni, burada konkret olaraq bir bloklama görürəm, bir əngəlləmə görürəm. Danışıq yoxdur və qarşı tərəf olduqca peşmandır və aranızda məsafələr var. Hətta şəhər-ölkə dəyişikliyində, çoxunuzda şəhər-ölkə dəyişikliyində məsafə uzaq yolculuqdur, yəni uzaq məsafədən bir-birinizdən. Bu insan necə bir insandır? Maddiyyatına çox düşkündür, rahatlığına çox düşkündür, yeməyinə çox düşkündür. Yəni, hər şeyi, yeməyim, içməyim, hər şey, mən pulum, yuvam, yəni özünü konforunda çox hiss edən bir insandır, evə bağlı bir insandır. Ona görə dedim, mən torpaq enerjisini daha çox hiss eləyirəm. Və bu insanda duyğusal olaraq yıpranmaların olduğunu görürəm sizdən ayrılandan sonra. Və uzaq məsafə, bu insan elə bir ki, sizdən ayrılandan sonra ola bilər ki, uzağa gedib, amma ayrılıq acısı, ayrılıq çətindir ona. Sevə-sevə ayrılmışam deyir. Hal-hazırda sizə stalklama durumları var. Bir müddət sizə addım atacaq yaxın bir zamanda və sizin aranızda yenə bir mübahisə ola bilər, yenə bir anlaşmazlıq ola bilər bu ayrı qaldığın dönəmlə bağlı. Amma sonra bir şəfalanma, sonra bir sağalma dönəmi var. Yəni, sonra bir yenilənmə dönəmi olacaq sizin üçün. Yaxşı, bu dəfə başlayan bu münasibət uğurlu olacaqmı? Bu dəfə başlayan bu münasibət uğurlu olacaqmı? Bu dəfə başlayan bu münasibət uğurlu olacaqmı? Bu dəfə daha özgüvənli şəkildə başlayacaq. Bu dəfə daha, amma sizin bir-birinizə qarşı qorxularınız olacaq. Ki, mən özümü fəda eləməyim qorxuları. Birdən fəda eləyərəm, peşman olaram. Çünki zamanında burada çox fədakarlıqlar olub. Özünü qurban roluna keçmək olub. Burada xanım artıq deyir ki, mən çox ədalət tələb edirəm. Mən özümə qarşı ədalət tələb edirəm. Və burada sanki artıq qarşı tərəfin bədəninə qorxu düşüb. Sizdən daha çox qarşı tərəf narahatdır. Yəni, bura xanımlar baxırsa. Xüsusilə də ola bilər ki, sizdə burada xanımların bəzi karmalar da var. Baxın, burada bəzi xanımlarda yanlış, ya ritual yanlışı var, ya keçmiş həyatlardan, ruhlarınızda bir karmik bir döngü var. Bunu mütləq şəfalandırması bir karmik döngünüz var burada. Digər bir xanım daha çıxdı burada kartda. Daha bir xanım çıxdı. Deyir ki, bütün bunların ərəfəsində o da öz işi ilə məşğuldur. O da bir şeylər eləməyə çalışır. Görək bu xanım kimdir? Bəs bu xanım kimdir? Evləniriksə, bəs digər bu xanım kimdir? Ola bilər ki, aranızda üçüncü bir şəxs var idi. Həmin bu xanım deyir ki, sizə ayırmaq üçün nələrsə eləməyə çalışsa da, o qədər də belə də başarılı olmayacaq. Və yaxşı, ümumiyyətlə bu münasibətdə evlilik xeyirli, uğurlu bir evlilik olacaqmı? Xeyirli bir evlilikdir. Baxaq görə bu insanla evlənməyə dəyərmi? Çünki biz evlilik mövzusuna baxırıq. Görək bu insanla evliliyə dəyərmi? Bəli, əslində, bəli, dəyər. Üzüntülər, kədərlər gerdə qalacaq.
Sevgi çox böyük olacaq, insanlar çox sevəcək, dəyər verəcək. Sadəcə baxın, burada xanımların üzərində olan bir qaranlıq düyün var. Bir balanssızlıq var. Ya tez bağlanan insansınız, amma bunu çox karmik bir şəkildə bağlanırsınız. Baxın, toksik bir bağlılığa keçirdirsiniz münasibəti. Yəni zəhərli bir toksikləşdirirsiniz. Əslində buradakı xanımlar çox özünü belə sevgi dolu xanımlardır, pozitiv xanımlardır. Ya da ki sizin çox ciddi bir karmik bir döngünüz, bir negativ bir döngünüz var. Problem sizinlə bağlıdır əziz xanımlar. Biraz bununla baxın, görün sizin ilişkilərinizdəki problemi nə yaradır. Burada daha çox xanımlardan, burada evlilikdə problem yoxdur. Deyir ki, sadəcə ola bilər ki, siz özünüzün ruhunuzda, keçmiş həyatınızdan ola bilər və yaxud da ki, nəsillərdən, ata-ululardan, nənədən, babadan keçən bir qaranlıq bir döngünüz var. Ona görə də davamlı üçüncü bir şəxs gəlir, üçüncü bir adam olur, kənardan biriləri sizə müdaxilə eləyir və yaxud münasibətinizdə xəyanət, başqa bir insanın münasibətinizə girişi ola bilər də, yəni müdaxiləsi ola bilər. Ona görə bu məsələlərlə biraz məşğul olun da. Yəni bu sizinlə bağlı olan bir şeydir. Sanki sizin bir ödənməmiş karmanız var. Çünki ilahi ədaləti verdi bizə. Bu karmik bir eyni zamanda kartdır. Təkcə ilahi ədalət yəni özündən, yəni normal görünən ədalət kartından başqa mənalar da daşıya bilir zaman-zaman. Gəlirim üçüncü dəstəyə. Kimə niyyət edirəm? Üçüncü dəstəni seçənlərə niyyət edirəm və evlənəcəyiniz şəxsə niyyət edirəm. Evlənəcəyiniz şəxsə niyyət edirəm. Necə bir insandır? Evlənəcəyiniz şəxs necə bir insandır? Evlənəcəyiniz şəxs necə biridir? Kartları tərsə tutmuşam. Buna çevirək. Normalde kart tərsə gəlinir, düzəltmirəm, amma kartın özünü tərsə tutmuşam. Aha. Yenə də burada da birinci növbədə burada deyir ki, sizin münasibətinizdə davamlı eyni şey yaşanır. Başlayırsınız, tezdə bitir. Başlayırsınız, tezdə bitir. Sonlanır. Davamlı dolça əkiz tərəzi enerjisi yenə çoxdur burada. Yenə deyir ki, çox egolu, dəyişkən, flörtöz, eyni zamanda hava enerjisində olan, bilirsiniz də havalar necədir. Bəzən sizi çox sevərlər, bəzən çox soyuq davranırlar. Belə tipli insanları sevirsiniz, amma davamlı ya siz ayrılmışsınız öncədən, ya da bu insandan ayrılmışsınız. Yəni belə bir insandan. Sizin davamlı ayrılıq qorxunuz var. Ona görə də deyirsən, nə qədər başlayırsansa başla, eyni yerə gedib çıxır. Çünki sənin qorxuların, sənin ayrılıq qorxun bitməyib. Ya həqiqətən dediyim kimi boşanma var burada, dağılma var burada, ya da ki bunu yaşamaqdan qorxursan. Hələ ki deyir, bu qorxular sənin bədənindədir. Okey, yaxşı. Bu insanın evlənəcəyi şəxs, bu dəstənin seçənin evlənəcəyi şəxs necə biridir? Bizə onu göstər. Bizə bunu göstər. Əzizlərim, burada bilirsiniz nə deyir? Burada mövzunu biraz dəyişdim. Deyir, birinci dəstəni seçənlər həyatdan əlini üzmüş və küskün insanlardır. Deyir, sən birinci özünlə üzləşirsən, nə istəyirsən ümumiyyətlə? Sən birinci davamlı bir narazılıq var səndə. Daxilinlə üzləşməmə var. Ruhunu dinləməmə var. Bir ruhunu dinlə deyir. Qəlbinin içərisində davamlı bir xaos var, davamlı bir savaş var, davamlı bir qərarsızlıq var, davamlı bir özgüvənsizlik var. Özünlə savaşmadasan. Burada bilirsiniz necə bir xarakterdir, deyim sizə. Bəzi xanımlar olur, çox qaba və çox sərt danışırlar. Çox belə hər kəsə xət qoyurlar. Olmaz, yaxınlaşma, yaxın durma və s. Amma içləri qan ağlayır. Amma çöldən çox qəddar insandırlar. Deyir ki, sən belə davranırsan, sən imkan vermirsən sənə heç kəs yaxın gəlsin. Sən bu dəstəyə deyir, gəlmirsən bunu burada da, yəni evlilik dəstəyi. Amma sən deyir, əllərim, qollarım bağlayıb, bir otağa girib, gözlərini də bağlayıb, əlini də bağlayıb, ürəyini də bağlayıb, tam olaraq özünü sevgiyə və ümumiyyətlə həyat. Məsələ burada təzə kişi qadın sevgisindən getmir. Ümumiyyətlə həyati sevgiyə də bağlamısan. Və sən sadəcə bu dəqiqə məntiq hərəkət edir. Ürək çakranı tamamilə bağlamısan. Qaranlıq enerjilərə getmirsən. Sən bütün ümidlərini itirmirsən. Niyə özünü deyir bu hallara salırsan?
Taleyində olan insan çox özgüvənli, egolu bir insandır əslində. Və ola bilər ki, bu insanla evliliyə sənə mane olan ana, nə bilim, xala, bibi, nəsə belə bir faktorlar da olub. Savaş verəcəyin bir insandır bu insan sənə. Böyük mübarizələr verəcəyin bir insandır. Qərarsızlıq içində olacaqsan. Ay Allah, görəsən mən bundan evlənim. Çünki deyir, sənin enerjin o qədər sən özünü belə deyək də, əlim qol, mən bilmirəm nə seçəcəm. Mənim onsuz bəxtim gətirmir. Məndə heç nə alınmır enerjisində özünü salmısan ki. Sən belə deyək də, bu enerjini o qədər yayırsan ki, sən bu insanla evliliyinə görə də mübarizə aparmalı olacaqsan. Başqa görə nədir? Bu insan əslində iş mühitindən ola bilər, əl açıq bir insan ola bilər, davamlı əlində pul olan insan ola bilər, işçilər işlədən bir insan ola bilər, günlük maaş verən biri ola bilər, yəni işçilər əlinin altında işlədir. Və özgüvənli bir insan olmuş ola bilər. Xarici ölkələrə gedib gələn, ölkə xaricinə gedib gələn bir insan ola bilər. Nə qədər dalaşırsa dalaşsın, yenə sevgi ilə yaxınlaşan bir insan. Yəni, yenə də mübahisəni sevgi ilə həll edə bilən bir insan ola bilər. Bu insanı deyir, ya tanıyırsan, ya da ki, sən bu adama görə bax, belə bir mübarizə içində olacaqsan, deyir. Yaxşı. Bu insanın özü haqqında mənə məlumat ver. Bu insanın, bu şəxsin özü haqqında mənə məlumat ver. Çətinlikləri çox görmüş insandır. Çox üzərində başqalarının məsuliyyətini götürən bir insandır. Amma sevgi dolu insandır. Hər dəfə sıfırdan özünü yeniləyən bir insandır. Özünə aid olan evi, nə bilim, özünə aid olan mülkü, maddi durumu yaxşı bir insandır. Romantik bir insandır, şəhvətli bir insandır. Ortaqlı iş qərarlarını sevən bir insandır. Haqqını ala bilən bir insandır. Lider təbiətli bir insandır. İdarə etməyi sevən bir insandır. Əlinə iplərə almağı sevən bir insandır. Aha, yaxşı, sənin bu insanla evliliyin xeyirli bir evlilik olacaqmı? Sənin bu insanla olan evliliyin xeyirli bir evlilik olacaqmı? Baxaq. Sənin bu insanla olan evliliyin xeyirli bir evlilik olacaqmı? Aha. Bu evlilikdə deyir, sənin öyrənməli olacağın şey özgüvənli olmaqdır. Problem burada deyir, sən bax, gəlmirsən bura, evliliklə bağlı gəlmirsən. Amma sən biraz narsist tipli. Sən axırda öyrənməlisən ki, sən nə qədər öz dəyərlisən. Sən öz fərqinə varanda, sən öz dəyərini anlayanda, sən başa düşəndə ki, sən çox dəyərlisən, onda deyir, sənin həyatın düzələcək. Bu, sizin qarşı tərəfiniz necə bir insandır, baxımı olsa da, burada xanımların almalı olduğu məsələ deyir, sən öncə bir özünü düzəlt. Tamamlanma enerjinin içində olduğunu kəşf elə. Yoxsa yenə eyni döngüdəsən. Yenə aldanacaqsan, yenə aldadılacaqsan. Yenə eyni döngüdə qalacaqsan. Yenə bitəcək münasibətin qalacaq yarıda. Yenə deyirsən, eyni səhvləri eləyəcəksən və bir kənara çəkilib deyəcəksən, mən harda səhv elədim. Əziz xanımlar, həyat yolunuzda bir xanım daha var. Həmin xanım sizin həyatınıza işıq olacaq və sizə nələrsə yolunu göstərəcək. Amma burada məsələ orasındadır ki, siz həyatınızda özünüzə dəyəri öyrənmədikcə, siz elədiyiniz səhvləri öyrənmədikcə həyatınızda narsist tipli insanları dəvət eləyəcəksiniz. Egolu insanları dəvət eləyəcəksiniz. Amma o egolu insanın, baxın, hər bir insanın pozitiv tərəfi var. Ən narsist insanın belə, əgər idarə eləyə bilsə xanım, çox gözəl ondan yararlanmaq olur enerjisindən. Yaxşı mənada hər birimiz bir-birimizdən zaten yararlandırır. Amma sizin özgüvənsizliyinizlə narsist insan sizi əzib məhv eləyir və sizin daxili bütün sisteminizi sanki dağıdır. Siz nə qədər özgüvənli olsanız, siz bu insanı idarə edə biləcəksiniz. Bax, belə əzizlərim, özünüzə yaxşı baxın. Üçüncü dəstə xüsusilə səni gözləyirəm şəxsi mənim seanslarımda. Çünki sənin ehtiyacın var buna, əzizim. Gəl sənin daxili qorxularınla işləyək. Baxaq görək sən niyə bax, bu enerji döngüsündən çıxa bilmirsən. Özünə yaxşı bax.